Əlinin çantasına vuruluruq, Əli yatır. Gedək görək çantasında nələr var. Gəldik dostlar, görək Əlinin çantasında nələr var. İnanın ki, heç nə etməmişəm. Sadəcə baxın, görək nələr var. Bu arada bir dənə oradan abunə olun, zınqırovu açın və videoyu bəyənməyi unutmayın. Növbədə isə qızlarımın çantası olacaq növbəti videolarda. Əli 5-ci sinifdir. Oğlan uşağı, görək çantasında nələr var. Nələr bu? Gündəlik. Gündəlik. Dəftərlər. Dəftərləri. Bunun arasına görək nədir bu, necə gizlədir. Qələm. Eyni qaydada qoyaq ki, əsl anası çantasına baxdığına. Ruçka. Ruçka. Kitab. Kitab. Nələr var? Kitablar. Kitab. Nədir? Verərək imzası. Ay, burada nə var? İmzası. Ooo, əlişlərin imzasını. Oğurluyum. Arasına qoyaq, bilməzsin. Bay. Marker. Marker normal, məktəbə aiddir. Bu, Ruçka. mən bilmirəm, qabaq cibbəsinə içində, əlişqə içinə yığabdır. Bu, Not dəftəri. not dəftəri. Musiqiyə. Musik için. Rəhli karandaşı. Ooo, Daraq. Güzelliğine düşkünüymüş. Ama mektep olmaz. Lazımsız. Bu çantasının özünün dostlar. Bilmirəm nədən özünün. Naşur. Bilmirəm çanta zarif bunu. Lazımsız bir dənə çıxdı əlidən. Bunlar yerdən geri yağ. Gözləyin. Yapışdırdıq içərisini. Buranı bağlayırıq. Görək ön cibində nələr var. Əlişqə Oradan qabaqda biri var. hə, Əlişqə bu arada yatır. Xəttkeş. Rəngli karandaş. 2 dənə. Lek. Normal məktəb aid. İnanın ki, nə var onda çıxardıram. Pipetləri kəsib. Baxın. Bax, bu nədir? Asıl. Məktub. Məktəb. Qızım baxsın, bu nədir? Steam. Steam'a nələrə aid son listesi. Hə, listesi də bunu qalsın məncə. Tələsik qoymalıyıq. Əli oyanmamış olur. Bu arada bildirim ki, mən görmə əngəlliyəm. Heç bir gözüm görmür. Qalmadı. Bir dənə cibi var. Yana biri qalıb da. Yana, harada qaldı ki? Qıraqda. Bura? Ondan sonraki. Bura. Hə. Yana uşaq var. Əlişqə Bu bir tərəfdədir. Gözlüyor. Uy, girdim. Ne var? Ayna. Ayna var ya. Bu ne demek? Başaşmadı. Əlişqə məktəbdə. Neyse. Dəftər. Havada. Ruska. Çubuq. Pozan. Pozan anasını ağladıb. Hə. Və salfetka yüngül bir şey. Diyan, hər şeyini yığılır. Aynasını çıxart. Özünə qoyarsan bir basirdi biz onun çantasını toxunmuşuq. Başqa içinə qalmadı. Yox. Böyle cibi boşdu uşaqlar. Bir dənə də subapsı var. Gələm. Yeni bir şey bildirim ki, Əlinin çantası heç də səliqəli və təmiz deyil. Açıq danışaq və bu videoya 50 bəyəni gələrsə, inşallah ki, qızların çantasını yoxlayacaq. Qızlar bu arada 7-ci və 9-cu sinifdə xəbəri olmadan çantaları, şkafları, hər bir şey kosmetikaları, nələri varsa yoxlanacaq. Hələlik.